Çox mübarək ay bizə daxil olur. Şaban bilirsiniz Peyğəmbərin ayıdır. Çox mübarək günlər var bu ayda. Şaban ayının 3-ü İmam Hüseyn əleyhissalamın mövlud günüdür, doğum günüdür. Şaban ayının 4-ü Əbəlfəz ağanın doğum günüdür. Şaban ayının 5-i İmam Səccadın doğum günüdür. Şaban ayının 11-i Əli Əkbərin doğum günüdür. Şaban ayının 15-i İmam Zaman əleyhissalamın doğum günüdür. Bu qədər mübarək günlər var bu ayda. Çox mübarək günlərdir. İmam Sadiqdən nəql ilə Səffan adlı bir şəxs deyir, İmam Sadiq məni çağırdı. Çağırandan sonra buyurdu, get öz dostlarını bir yerə yığ. Onlara oruc haqqında danış. Dinən Şaban ayında oruç tutmağın savabı çoxdur. İzah elə daha doğrusu Şaban ayından danış. Deyir, Səffan deyir, mən sual elədim ki, İmam Sadiq əleyhissalama ki, ağacan Şaban ayında oruç tutmaq məgər bu qədər çox savabı? İmam buyurdu, bəli. Ondan sonra İmam mənə